Xoş gördük dəyərli müəllimlər. Növbəti izahla qarşınızdayıq. Növbəti izahımız MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün riyaziyyat fənnindən qəbul tipli suallardır. Sualların izahına keçməmişdən öncə qeyd edeyim ki, müəllimlərin ən çox işlətdiyi cümlə budur ki, müəllim, biz mövzunu işləyəndə bir problem olmur, gedirəm, yaza bilmirəm və ya sınaqda yaza bilmirəm, imtahanda yaza bilmirəm. Bunun əsas səbəbi olaraq sizin sualları əzbərləməyinizdir. Ona görə hər dəfə bütün müdavimlərə, bütün izah dinləyənlərə tövsiyə eləmişəm ki, dəfələrlə vurğulamışam ki, müəllimlər çalışın, sual əzbərləmək yox, düşünməyi formalaşdırın özünüzdə, riyazi düşünməyi formalaşdırın. Əgər sən riyazi düşünməyi formalaşdırmağı bacaracaqsansa və bunu tətbiq eləməyi bacaracaqsansa, proqram daxilində təbii ki, istənilən sualları yaza bilərsən. Hamı məsələn, sürət məsələsini deyir, müəllim, bilirəm. S bərabərdir VT. Təbii ki, indi sadə suallarda düşür imtahanda, amma bilirik ki, 4-5 sual çətin olur, biraz belə deyək, müəllimlərə çətin gəlir. Müəllim, tutaq ki, S bərabər VT düsturunu bilir. Deyir ki, burada sürət bu qədərdirsə, zaman bu qədərdirsə, elə belə məsələ verilsin, vurun bunu, mən yolu tapım. Bilirik ki, bu tipli suallar artıq tarixə qovuşur. Sən sürətin bütün qayda qanunlarını bilirsən, bunu vizual olaraq gözünün qarşısında təsvir edə bilirsən və təbii ki, məsələdə bunu tətbiq eləməyi bacaracaqsan. Amma bir mövzudan tutaq ki, eyni tipdə baxdın, yazdın, istər 200 yox, 2000 dənə sual işləsən belə, artıq onun bir effekti olmayacaq. Amma düşünməyi bacarsan, riyazi olaraq düşünməyi bacarsan, məsələn, sürət məsələsi var. Sürət məsələsini vizual olaraq gözünün qabağına gətirib canlandırsan ki, maşınlar buradan bu tərəfə getdi, buradan bu tərəfə getdi. Bunu vizual olaraq praktik həyatla əlaqələndirsən, əminliklə deyirəm ki, imtahanda uğur qazanacaqsan və özünün necə irəlilədiyini də görəcəksən. O zaman bir özünə güvən də gələcək ki, mən artıq riyazi olaraq düşünməyi bilirəm. Bax, məntiq budur. Məsələn, müəllimlərin çətin dediyi sürət məsələlərinə baxanda görürük ki, praktikamızdan danışıram. Əksər müəllimlər onu heç vizual olaraq təsvir edə bilmir ki, bu maşın məsələn burada necə gedir, beləsinə gedir. Və həmişə demişəm ki, sürət məsələsi olanda onu siz sertiyoj olaraq çizin. Bu qədər müəllimlər, bunu mən ətraflı məlumat verməli idim. İndi keçək suallarımızın izahına. Birinci sualımız bir ədəd məsələsidir. Cavab variantlarına baxanda görürük ki, bir növ bizdən ifadə qurmaq tələb olunur. Sonra su ilə qab, yəni su qab da deyə bilərik. Buradakı incə məqam nədir, məntiq nədir, bunu buradan analiz eləyəcəyik. Qab boş olduqda A qram. Bu o deməkdir ki, qabın öz çəkisi, yəni qabın xaliç çəkisi A qramdır. 1/4 su ilə dolu olduqda 1 qram olur. Qabın içərisinə müəyyən qədər su tökürlər, tam dolmur, 1/4 dolur və bu zaman 1 qram ağırlıq olur. Burada bu B təkcə qabın içərisindəki su deyil. Bilirik ki, adi gündəlik praktikamızdan hər hansı stəkana su tökəndə onu biz tərəziyə qoysaq, tutaq ki, məsələn, gəldi 100 qram. O 100 qram stəkanın içərisindəki su deyil, həm stəkanın öz çəkisidir, həm də içərisindəki su ilə bir yerdə. Bu məntiq əsasən biz də yazacağıq qabın çəkisi A, üstə gələk içərisindəki su 1/4, yəni 1/4 su X də yaza bilərik və ya məsələn bal olsa B yazarıq. Çalışıb bu tipli ifadə quranda nə verilibsə onu öz adının baş hərfindən yazırıq ki, bizim üçün daha da rahat olsun. Bərabərdir B qram bütövlükdə. İndi bunu sadələşdirsək, hər tərəfini 4-ə vurarıq. 4-ə üstə gələk. S, burada 4-ə vuranda bu 4-lər gedir. Bərabərdir 4B. Aha, buradan suyu biz tapa bilərik. Su bərabərdir 4B çıxılsın 4A. Məndən soruşulanı mən hələ bir yazaq. Görək, bu ifadə olaraq necə olur? Qab tamamilə su ilə dolduqda. Qab, yəni ağzına qədər su ilə dolur. O zaman bizdən soruşulan budur. Baxın, müəllimlər. Qab üstə gələk, su bərabər su alın. Onsuz da məsələdə qabın çəkisi verilib bizə A. Bu, yerinə yetirdiyimiz əməliyyatdan da suyun çəkisini biz ortaya çıxardıq. Üstə gələk, 4B çıxılsın 4A. Bərabərdir, 4B olduğu kimi qalır. A çıx 4A, biri mənfi, biri müsbət. Böyüyün işarəsini yazırıq, böyükdən kiçik çıxırıq. 4B çıxılsın 3A. Doğru cavab 4B çıxılsın 3A. Hə, indi sən bunu lap səhərdən axşama kimi bax, şeir kimi əzbərlə. Sən bunun mahiyyətini dərk eləməsən, burada ədədləri dəyişsək, biraz məsələn, B qram yox, B/2 qram yazsaq, onda sən onu yaza bilməyəcəksənsə, artıq yenə deyirəm, demək sən sual əzbərləmişsən. Ona görə dəyərli müəllimlər, çalışıb sual əzbərləmək yox, riyazi düşünməyi formalaşdırmaq lazımdır. Növbəti sualımız
Kanalda yerləşdirilib bundan bağlı şam məsələləri. Fərqli maddələrdən hazırlanmış, eyni hündürlükdə olan iki şamdan birincisi yandırıldıqdan 10 saat sonra, ikincisi isə 6 saat sonra əriyib qurtarır. Hər iki şam 18:33-də yandırılır. Saat neçədə birinci şamın boyu ikinci şamın boyundan 3 dəfə çox olar. Bunu sizin bu məsələdə həm praktik üsulunu deyəcəm, həm də belə deyək, tənlik qurumaq üsulunu deyəcəm. Eyni hündürlükdə sözündən istifadə edib şamların boylarını özümüzdən bir ədəd götürə bilərik. Amma elə bir ədəd götürəcək ki, burada verilən zamanlara eyni zamanda bölünən bir ədəd olsun. O zaman 10-a və 6-ya bölünən rahat ədəd ağlımıza gəlir 60. Mənim ağlım məsələn ki 60 yazdı. Amma 30 da var. Ola bilər siz 60 ilə də götürsəz, 30 ilə də götürsəz, 90 ilə də yazsaz, 120 ilə də yazsaz, 150 ilə də yazsaz bir problem deyil. Bizdən konkret olaraq şam boyu soruşulmur. Neçə də zaman soruşulur, neçə saatdan. Buna görə bir növ biz burada xəyali ədəd qaydasını tətbiq edəcəyik. Olsun şamın boyu 60. 30 ilə də həll edə bilərsiniz. Elə də 60 dedim, ona görə 60 ilə yazırıq. İndi iki şamdan birincisi yandırıldıqdan 10 saat sonra, ikincisi isə 6 saat sonra əriyib qurtarır. Biz bunu hər bir şamın yanma sürətini hesablamalıyıq. 60 santimetr deyək. 60 santimetrdirsə, birinci şam 10 saatdan sonra əriyib qurtarırsa, 1 saatda nə qədər əriyir? Sürət dediyimiz həmin şamın 1 saatda nə qədər əridiyidir. Tapmaq üçün 60-ı bölərik. 60-ı bölərik 10-a, bərabər eləyər nə qədər? Bərabər eləyər 6 santimetr. 1 saatda əridiyi. Belə yazaq, görsənsin. İkincisi isə 6 saatdan sonra əriyib qurtarır. Növbəti olaraq 60-ı böləcəyik 6-ya. Burada elədi 10 santimetr. Bunun 1 saatda əridiyi. Yəni 6 santimetr birinci şamın 1 saatda nə qədər əridiydi? 10 santimetr ikinci şamın 1 saatda nə qədər əridiydi? Hər iki şam 18:33-də yandırılır. Tamam, bu bizim üçün hələ ki 18:33 bu vəziyyətdə yaramır işimizə, sonra bizə yarayacaq. Saat neçədə birinci şamın boyu ikinci şamın boyundan 3 dəfə çox olar. Saat neçədə biz tapmalıyıq ki, neçə saat sonra birinci şamın boyu ikinci şamın boyundan 3 dəfə çox olacaq. Neçə saat? Bu neçə saatı mən bilmirəm. X saat deyək. Məsələn, o zaman 3 saat olsa 3'ü 6'ya vurarıq. Məsələn, mən sənə sual verirəm ki, şamın boyunu 60 götürmüş, birinci şamın boyunu hər ikisində. İndi burada 3 saatdan sonra nə qədər qalacaq? Deyəcəksən ki, müəllim, 60 çıxılsın, 1 saatda əridiyini vuracaq 3'ə, alt dəfə 3 18. Burada qalacaq 42. Afərin. İndi bu 3'ü mən özümdən dedim, sən başa düşməyin üçün. Yəni bunu tənlik kimi yazanda hardan alır? Biz onda götürəcəyik x saat. X saatdan sonra nə qədər qalacaq? 60 çıxılsın, 1 saatda əridiyini vuracaq x saat. 6x. Birinci şamın boyu qalan budur. X saatdan sonra əriyir və əridikcə boyu təbii ki balacalaşacaq və buradan çıxılacaq. Keçirik ikinci şama. 60 çıxılsın. 1 saatda 10 cm əriyirsə, x saatda 10x əriyəcək. Artıq bu birinci şamın qalan boyudur. Bu da ikinci şamın qalan boyudur. Bizdən isə soruşur ki, saat neçədə birinci şamın boyu ikinci şamın boyundan 3 dəfə çox olar. Bu bundan çox olacaq. Ona görə biz hansını 3'ə vuracağıq müəllimlər? Boyu az olanı. Yəni ikinci şamı. Həll eləyək. 60 çıxılsın 6x bərabərdir 180 çıxılsın 30x-ə. X'lər bir tərəfə keçir. 24x bərabərdir 120. Buradan da x bərabərdir 5 saat. Çünki biz axtardığımız x saat idi. 5 saat. 5 saatdan mənə sual belədir. 5 saatdan sonra ikinci şamın boyundan birinci şamın boyu 3 dəfə çox olacaq. Bəs neçədə yandırılmışdı bunlar? 18:33-də. 5 saat üzərinə gələcək, eləyəcək 23:33. Doğru cavab 23:33 var harda müəllimlər? Var C variantında. Əla. Dediniz müəllim, bayaq başqa da dediniz, xəyali ədəd olmadan da həllini demişdiniz. O necə olur? Bunu yəqin ki öyrəndiniz və deyim ki, ən arzu olunan, ən məsləhətli həll üsulu budur. Tutaq ki, biz indi
bunu xəyal ədəd yazmadan necə həll edə bilərik? Şamların hər ikisi eyni hündürlükdədir. Biz bunları ikisini də boy belə deyək də bir vahid deyək. X saatda, məsələn 5 saatda şam əriyirsə, bunun 5də 1. İndi x saatda şam əriyirsə, onda birinci şamın nə qədər gedəcək? X bölünsün 10. Yəni məsələn, biri var 10 saatdan 5 saatı, məsələn 10'da 5'i və indi x saatda 10'da x. İkinci şam isə 6 saat əriyir yanır. Onda belə deyək, x saatdan sonra nə olacaq? 6'da x hissəsi. İndi şamın boyu da eyni hündürlükdə hazırlanmış bir vahiddir deyək. Əslində bu da bir növ bir vahid kimi götürəcək, amma burada da 1 saatda nə qədər əridiyini tapmayacaq da. O zaman bunu belə yaza bilərik ki, bu birinci şam, bu da ikinci şam. X saatdan sonra ikinci şamda 1 çıxılsın, x çıxılsın 6, 1 çıxılsın, x bölünsün 10. Və bunları həll eləsək, 3 dəfə çox olar. Birinci şamın boyu ikinci şamın boyundan 3 dəfə çox olar. Bərabər eləyərik 3'də 1'ə. Belə də yaza bilərik və ya yaza bilərik ki, 1 çıxılsın, x bölünsün 10, vurulsun, 3 vurulsun, 1 minus x bölünsün 6. Bu x saatdan sonra birinci şamın boyudur, bu da ikinci şam. Bu bunun çox deyirsə bunun üçün. Amma yenə deyirəm müəllimlər, arzu olunan üsul, yəni bu tənliyi də həll edə bilərsiniz özünüz. İndi gəlib 20-30 çalacaqsınız. Rahat üsul elə birinci üsuldur. Növbəti 3-cü suala baxırıq. 3-cü sualda bizə verilib ki, bir-birindən fərqli 2 rəqəmli A, B, C, D natural ədədlərin ədəd ortası 72-dir. Ədəd orta verilən ədədlərin cəminin onların sayına bölünməsidir. Yəni, A üstəgəl, B üstəgəl, C üstəgəl, D 4 ədəd olduğundan böləcək 4-ə bərabər 72. Bundan istifadə edib bu 4 ədədin cəmini tapa bilərik rahatçılıqla. A üstəgələk, B üstəgəl, C üstəgəl, D bərabər 4 bu biri tərəfə keçəcək. 72'ye vurulacaq 4 dəfə 288. Yazdıq bunu. A üstəgəl, B üstəgəl, C üstəgəl, D bərabər 288. İndi bizdə A üstəgəl, B minimum neçə ola bilər? Artıq bu hissənin bitdi. İndi burayla analiz edəcəyik. A üstəgəl, B minimum. Bir növ maraqlı bir mühakimə sualıdır. Bizdən minimum soruşduğuna görə, bax bura minimum soruşduğuna görə bura maksimum olmalıdır. Bunu mühakimədən bilirik ki, nəyinsə minimum qiymətini soruşursa, uyğun şərtlər daxilində digərləri maksimum olmalıdır. Maksimum nə götürə bilərik? Yazarıq ki, A üstəgələk B ən böyük 2 rəqəmlidir. Biz 2 rəqəmli olduğuna görə ən böyük 2 rəqəmlə də 99 götürəcəyik. Bir-birindən fərqli dediyindən digərinə də 98 götürəcəyik. Bərabər eləcək 197. Buradan A üstəgələk B bərabərdir. 99 ilə 98'i toplayıb 197'dən çıxanda qalır 91. Demək, A üstəgəl B cəmi minimum 91 olar. Doğru cavab D. Burada A və B-nin ayrılıqda nə olması bu sual üçün bizə maraqlı deyil. Əsas bunların cəmidir. İndi burada müxtəlif ola bilər. Yəni 91'i hansı 2 ədədin cəmi şəklində göstərmək olur? Çoxlar. Bu bizə belə deyək, bu sual üçün ehtiyac deyil tapmaq. Burada da bildik ki, bizdən kiçik soruşanda digərlərini böyük götürəcəyik. Böyük soruşursa digərlərini kiçik götürəcəyik. Növbəti maraqlı suallardan biri 4-cü sualımız bizə deyir ki, A və B qutuların içində kiçik toplar var. A qutusundan 4 top götürüb B qutusuna atsaq 2 qutuda eyni sayda top olar. B qutusundan 6 top götürüb A-ya atanda A qutusunda B-dəki topların 3 misli qədər top olar. A qutusunda neçə top var? Elə baş hərflərdən qeyd edək. Sadə sistem tənliyi ilə A qutusunda A qədər top var, B qutusunda B qədər top var. A qutusundan 4 top götürüb. Buradan 4 top götürəndə A çıxılsın 4 olacaq. B qutusunu atsaq, birində çıxılıb, birində çox olacaq. B üstəgəl 4. Eyni sayda top olacaq. Buradan bərabərlik yazıraq. Sadələşdirsək, A çıxılsın B bərabər 8. 4 o tərəfə keçdi, B bu tərəfə gəldi. Bunu biz özümüz üçün rahat yazdıq. İndi növbəti. B qutusundan 6 top götürüb 6'ya atsaq, o zaman B'də B çıxılsın
6 olar. B çıxılsın 6 olar. A qutusundakı 6 top götürüb A'ya atanda. Buradan da A üstə gələk 6 olar. Bu zaman B'dəki topların 3 misli qədər top olar. Bərabərdir. B'də qalan top budur. Bunun 3 misli qədər. Bunu da sadələşdirək. A üstə gələ 6 bərabərdir. 3B çıxılsın 18. Sağa sola keçəndə 3B çıxılsın A bərabərdir. Nə qədər eləyir? 24. Bu da bizim ikinci vacib informasiyamız. Birinci vacib informasiya çıxılsın B bərabərdir 8-ə. Buradan 3B çıxılsın A bərabər 24. Elə tərəf-tərəfə bunu toplasaq və ya gətirib burada A-nın qiymətini, B-nin qiymətini də yaza bilərik. Toplasaq A'lar mənfi müsbət gedər. Toplamaq, yəni 3B-dən biri mənfi, biri müsbət çıxılma deməkdir. 3B-dən B çıxanda qalır 2B. Bizdən buradan da 8-in 24 32 eləyər. B də bərabər 16. B bərabər 16-dırsa A nəyə bərabər olacaq? A da bərabər nədən 16-ın çıxanda 8 qalır? Üzərinə gələri 24. Bizdən A qutusunda neçə top var soruşulur. A qutusunda 24 top var. Doğru cavab Y variantı. Bax, bunu bu formada rahat yaza bilərik. Bu bizim 2 dəyişənli təlinlə. 2 dəyişənli təlinlik gələndə qorxmayın. Bəlkə də mənim ən rahat dediyim üsul budur. Amma bunu bir dəyişənlə də həll edə bilərik. Gəlin belə deyək. A qutusunda tutaq ki, A qutusundakı topların sayı. A qutusu, burada B qutusu. A qutusundakı topların sayı B qutusundakı toplardan deyir ki, 4 top götürüb B qutusuna atsaq 2 qutuda eyni sayda top olar. Müəllimlər onda düşünür ki, A qutusunda B'dən 4 sayda çoxdur. Bura X-dir. Gəlin yoxlaq görə elə olacaqmı? Buradan 4 çıxanda X qalır. Burada X üstə gəl 4. İndi bu bununla 4 oldu axı. Aha, burada gəldik növbəti vacib bir cümləyə. Müəllimlər, məsələn, Əli Vəliyə pulundan 50 manat versə, pulları bərabər olursa, bir qutudan digər qutuya bu qədər top qoysaq, qutudakı topların sayı bərabər olursa, belə tipli suallarda bir mənalı olaraq o neçə top qoyandan sonra bərabər olursa və ya neçə manat verirsə bərabər olursa, onun 2 qatı qədər çox götürəcəksən. Onda B-də X qədər top varsa, A-da X üstə gələk 8 sayda top var. Niyə? Cavab. Çünki 4 top götürsək A-dan, A-da qalacaq X üstə gəl 4. B-yə 4 top qoysaq, B-də olacaq X üstə gəl 4. İndi bərabərlik alındı. Bəli, bərabərlik alındı. Əla. Sadəcə yenə deyirəm, bunu burada düşünüb bunu çıxarmaq lazımdır. İndi daha bir dəyişən təhlil kimi davam edirik. İndi B qutusundan 6 top götürüb, yəni X-dən 6 top götürürük. A-ya atanda, yəni X üstə gəl 8-in üzərinə də 6 gələndə 14 olanda A qutusundakı topların A qutusunda B-dəki topların 3 misli qədər. Onda burada yazacaqsan 3 bərabər. 3x minus 18 bərabər X üstə gəl 14. X buradan keçir 2x bərabərdir 32. X də bərabərdir 16. Yenə də B qutusunda 16, A qutusunda 24. Bu da bunun ikinci həlli müəllimlər. Sadəcə yenə təkrar edirəm, diqqətli olmaq lazımdır. Növbəti maraqlı bir sualdır. Demək, bir dəftərin qiymətinə 5 qələm. Yazıram bura. Bir dəftər bərabərdir 5 qələm. Əşyaların sayı, obyektlərin sayı belə çox qarışıq olanda müəllimlər burada ilişir adətən. Bu verilənləri yazırıq baş hərflərindən. Bir dəftər bərabərdir 5 qələm. 2 qələm bərabərdir 3 silgi. Məndən isə 2 dəftərin qiymətini neçə silgi almaq olar? Yəni 2 dəftər bərabərdir neçə silgi? Bunu bilmirəm. Çox rahat. Burada mən bir qələmi də tapa bilərəm. Amma qarışıqlıq alınar, tam alınmaz, biraz ilişər. Ona görə nə edəcəm? Bax, 2 qələm, 5 qələm. Bunu belə eləyək də. Bax, belə də yaza bilərik də. 5 qələm bərabərdir 1 dəftər deyil. Bərabərliyin solunu sağa dəyişdirdik. Burada da 2 qələm bərabərdir 3 silgi deyil. Bəli. Yəni yerlərini dəyişdik. İndi mən bərabərliyin sol tərəflərində 5 qələm və 2 qələm bərabərləşdirmək istəyirəm. Birincinin hər tərəfini 2-yə vuraram. 10 qələm bərabərdir 2 dəftər. İkincinin hər tərəfini nəyə vuraram? 10-a bərabər olması üçün 5-ə. 10 qələm bərabərdir 15 silgi. Hər tərəfini 5-ə vurdum. İndi müəllimlər 10 qələmin yerinə gətirib 2 dəftər yaza bilərik. Bəli, bu bunu belə deyək də. Məsələn, bu buna bərabərdirsə, bu da buna bərabərdir. Çox sadə bir şeydir. 10 qələm 2 dəftərə bərabərdirsə, demək 2 dəftər də 10 qələmə bərabərdir. Gətirib buradakı 10 qələm yerinə 2 dəftər yazarım. 2 dəftər bərabərdir 15 silgi. Məndən dilə nəyi soruşur? 2 dəftərin qiymətindən neçə silgi? Doğru cavab. Bizdə silgi ilə
qələmi bərabər verib. Amma mən silgidən birbaşa qələmə dəftərə gedə bilmirəm. Ona görə nə edəcəm? Uyğun olaraq silgidən qələmə keçirəm, sonra qələmdən də dəftərə keçəcəm. Çünki burada baxın 2 qələm, 5 qələm. Yəni bunların arasında bir əlaqə yaradırıq. Mən sadəcə bunları bu tərəfi bərabərləşdirdim ki, işim rahat olsun. Bu qədər müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Bu 5 sualdan gördüyünüz kimi nə çox çətin suallar idi, nə də çox orta səviyyəli MİQ imtahanıdır, eləcə də sertifikasiya imtahanı düşə biləcək suallardandır. Nəticənizi yazarsınız 5 sualdan. Neçə səhvim oldu, neçə düzüm oldu, müəllim başa düşdüm ya düşmədim, mütləq qeyd edərsiniz. Oldu müəllimlər, növbəti izahlarımızda görüşərik. Hələlik.